Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə xidmətinizdəyik. Bu günləri Ağay Şəriət Mədarının e, gündəndə gündəmə gəldiyi və onunla müsahibə apardığımız proqramı qabağa aparacağıq bircə. Dostlar, Ağay Şəriət Mədarı həm gündəm mövzularda danışacağıq, həm o Zənzindəki Azadi mərasimində danışıbdır və ona da işarə eləyəcəyik və həmçinin bu təşkilat-ı İttihad-ı Cümhuri Xahan Federalist hara çatıbdır və bugünkü durumu nə cürdür və necə qabağa gedir, onun üstündə bəhs eləyəcəyik. Ay Şəriət Mədarı, xoş gəlibsiniz. Mən istəmirəm çox müqəddəmə gedəm. Xahiş edirəm bir salamlaşın, keçək proqramımıza. Mən də salam arz edirəm sizin xidmətinizə, sizin hamı həmkarlar və dostlarınıza və hamı şahin bu bərnaməni görənlər və eşidənlərə ümidvaram ki, səhhət-i səlamətdə olsunlar və məmləkətimizdə tezliklə bir yaxşı vəziyyətinə, bir rifah məmləkətinə, demokrasiyə və bir düzgün vəzə inşallah hali dönə bilsin. Ay Şəriət Mədarı, ilk sualım elə budur ki, İranda vəziyyəti necə görürsünüz? Vəziyyət görürsünüz, çox gərgindir, çox belə bərbad vəziyyətdədir. Hətta rejiyə də qorxularından gələ bilmədilər, rejə keçsinlər ki, məmulən bu Dəhi Zəcr deyək də, Fəcr yox, Dəhi Zəcrdə bəli, hər il bunlar bir manor, ərtiş manor verirdi və rejə gedirdi və o rejəni getmədi. Bax, bunu siz necə ərziyab təhlil edirsiniz? Bəli, bilirsiniz, bunların vəziyyəti də bir vəziyyətdir ki, öz məmləkətlərində o zamanlarda ki, iddia edirdilər, hər zat onların zir-i nəgin iqtidarları və kontrollarıdır. O şəhərlərdə ki, intixab eləmişdilər bu işə, özü də ərteş rejə gedəndir. Bu elə özü xalqa göstərir ki, bunların vəzi nədir? Yəni, əmniyyəti cəhətdən özlərindən və bəqiyyədən qorxur. Nə fəqət bəqiyyədən, nə İsraildən, nə Amerikadan, nə opozisyondan. Hətta biri-birindən qorxur ki, məsələn, Sipah ərteşin rejəsində xərabkarlıq eləsin məsələn. O cürdür vəzləri. Sistemi təsmimgirlikləri müxtəllidir. Mən sizlə müsahibədə demişəm, elə bir bədən ki, fələc olub, səhtə eləyib, əsabı yoxdur, irtibatını məğzi ilə əldən verib, məğzini məcbur olub gizlədələ, o ki, hər işi təyin edilmiş və irtibatları müxtəllidir. Əlavə bər o, nüfuz o qədər çoxdur ki, heç kəsi inanmır, hamı o birisindən qorxur. Gündə bir taza dastan İsraildən yetişir ki, necə nüfuz eləmişdi, necə Həsən Nəsrullahı vurdu, necə İranda əməliyyat elədi və o qədər mühəyyirul uqul və əcibdir bu nüfuz ki, onlar ki, deyirlər, onların ondan biri də vaqiyyəti olsa da bunlarda heç zat qalmayıbdır. Bunlar bu vəziyyətdədirlər. Xub, belə bir vəziyyətdə indi mekanizmi maaşə də bu cümə saat 12 şəbdən fəal bənadə olsun. Yəni də bir şey qalmayıb. Bunlar da indi əraqçı ilə Pezeşkiyanı yollayıblar Amerikaya. Amerika da nəhayət xiffət ilə bunları qəbul edib. Fəqət bəşliyin Sazman-ı Miləlin tuvaletinə can gedə bilərlər. Həqqi xəridləri yoxdur. Xanavadələrin, uşağın, zadın xəbərniqarları heç birini qoymadılar. 2 nəfəri fəqət yol veriblər və Amerika da indiyəcən elam eləməyib rəsmən ki, müzakirələri var. Bunlar da deməyiblər. Mümkün də ola, mümkün də olmayan, amma olsa da bir yerə
yetişməyəcək. Məxsusən bu cəvvidə ki, Avropalılar İsraildə iki məmləkəti, yəni Filistinliləri rəsmiyyətlə tanıdılar və İsraili mərzi cununa yetirdilər və Trump da İsrailin dalısında dayandı. Belə bir cəvvidə əslən bu cür müzakirələrin bir yerinə yetişmək ehtimalı zero-sıfırdır. Bənabərin bu mexanizmi maaşa əməl olacaq. Mütəəssifanə millətə də çoxlu fişar gələcək. Bərain ki, furuş nəft bu həddədəki var olanmayacaq. Ərzü üstə gedəcək. Həzzat bağlaşacaq. Bekarlıq çoxalacaq. Təvəzzüm çoxalacaq. Vəli bunlar bu aləmi cunun və ədəm-i vaqi geraydəki varlarıdır. Nə tənha der fihri bir çarələrlə ki, yoxlarıdır, yubadıblar, mövqeyiyyəti əldən veriblər. Bəlkə təbli cəngə hey vururlar və hey deyirlər ki, biz muşək düzətmişik, muşəklərini azmayış elirlər, bədən motoru düşür, bir şəhərdə bəlli olur ki, eləyənməyiblər, muşəki qarda peymanı azmayış eləyərlər, onu demirlər, amma daimən rəcəz oxurlar. Rəcəz oxumaqda heç də az qoymurlar, amma vaqiyyətdə o ki, göyləri də açıqdır İsrailə tərəf, o ki, vəziyyətləridir, bir-birindən qorxurlar, bir rejə də qoyanmırlar. Amerikanın da nav hava peymabəri Xəlic Farsdadır və ərz-i və xidmətiz amadə-i həmlə-i dovvumdurlar. Mütəəssifanə bunlar o mövqeyiyyəti ki, hətta eləyə bilərlər, barışalar əldən veriblər və bir otomatik və səmti bir furupaşı gedirlər ki, axir aqibətin nə özləri bilir, nə biz bilirik və hətta mümkündür dünyada bilmirlər ki, nə olacaqdır. Bəli, çox sağ olun ağa. Təşəkkür edirəm ki, çox belə yığcam və ciddi belə bir təhlil verdiniz. Çox məmnun bu təhlilinizdən. O Zən Zindəci Azadidə siz bir dənə suxənranə eləyibsiniz. Çox belə böyük dər hədd inficar deyə bilərəm millətin, məxsusən o teyf-i roşənfikrin arasında həqiqətən çox qarşılanıb və həm də bəzi məhafillərdən ki, bəlli adamlardılar, onlar da öz etirazların bilindiriblər güya. Bax, nə cür oldu siz o cəvvidə, o mühitdə belə bir dənə hərəkətə əl vurub və belə bir danışıq apardınız? Bəli, xub, bu 3-cü saligərdir. Mərhum Jina Məhsa Əminidir ki, çox zalimanə öldürdülə biləsin və o vaqə özü xub bir şeydir ki, adam gərək onun saligərdində etmən danışa, amma ondan çox böyüdür. O ittifaqçı düşdü. Əvvələn Jina Məhsa Əmini xub bir dana şəhridə ki, Kürdüdülə mütəvəllid olmuşdu və Tehranda məzlumanə aradan apardıla bilərsin. Heç uç üstündə bu bir dana böyük ittifaq İranda yola saldı və xanımlar ki, müddətlərdir mübarizə edirdilər, gəldilər meydana. Onlar ki, meydana gəldilər, bəray əvvəlin var, xub Kürdlər, Bəluçlar, Azərbaycanlılar ayrı etnik İran püştibanlıq elədi, Farslar, bir aləmə kişilərdən bir dənə camiə-i mərdsalar İranda ki, xanımların hüququnu nə fəqət hökumət, bəlkə kişilər də riayət eləmirdi. Bu əvvəl dəfə idi ki, xanımlar da həqiqət deyirdilər, biz varıq və biz qabili sərfi nəzər kərdən bir cəmaət deyirik. Bu məmləkətin yarısından çoxu bizik, danışqahların yarısından çoxunu biz tutmuşuq, amma nə rəhbəri məmləkətdə, nə şirkətlərin müdiriyyətində, nə danışqahda, nə şuğlularda
bize imkanatı müsavi vermişsiniz. Bizim puşişimizi mecbur edirsiniz. Biri gelmişti, ferman verirdi ki gerek çadracı götürəsiniz. Biri de geldi, ferman verdi ki çadra başda koyasınız. Biz sizin ərusəkiz qoltağız deyirik. Özümüz intikab eləyəcəyik ki, nə giyirik, nə cür giyirik, nə cür istimada zahir oluruq və hüququmuz var. Bunu qabağa apardılar. Çoxlu adam öldü, kör oldu, şikəncə verildi, edam oldu. Amma nəticəsi bu oldu ki, da hökumət gördü, əslən kontrol edəyənmir. Nəinki sərfi nəzər elədi, təhmil oldu ona camiyə xanımların azadlığı. Yəni xanımlar eləyə bildilər bu azadlığı, bu gəzaf qiymətinə ki, kişilər, cavanlar və xanımlar verdilər, ələ gətirələr. Bunda bir böyük piyam vardı. Bu piyam deyir ki, hər camiədə, o söhbətlərdə mən bunları dedim. Dedim, hər camiədə ki, xanımlar yol verilməyələ camiyə. Ya təbizlə müvaciə olarlar, ya imkanat bilələrindən səlb olar, orada vaqei zindəcanlıq və vaqei azadlıq yoxdur. Bu şuarı zən zindəci azadının mənay vaqeisi budur. Yəni bir dənə müsəlləsdir ki, başında xanımlardırlar, qaidəsində zindəcanlıq və azadlıqdır. O başında xanımlar əgər həcmi bu camiəni doldurmayalar, zindəcanlıqla azadlığın mənası o camiədə yoxdur. Hər camiəyə baxsınız ki, xanımlar bu vəzdədir, vaqəən zindəqani vaqei və azadlığın məfhumu yoxdur. Və bu bir dənə böyük hadisə idi İranda, nə fəqət be xatiri çalışı ki vücuda gəldi, nə be xatiri bu ki bir azadlıq ələ gəldilər. Bu ki göstərdilər ki, bu azadlıq ki biz deyirik, o dövrəyi ki kişilər, mədsalar camiə, elit camiə, onlar ki deyirlər bəs hər işi təyin eləyə bilirlər, sədr məşrutədən indiyə qutulubdur. Camiənin xanımları və ağaları şəhvənd olublar. Yəni dövrəyi rəiyyət və ümmət keçib, rəiyyət və ümmət hansı dövrə idi? O dövrə idi ki, bizim hakimiyyətimiz beyətlə təyin olurdu. İndiyəcən belə olub məşrutədən. Yəni biri gəlirdi və ya məcbur edirdi ki, mən gəlmişəm, Oğuza vəximdir, İran aradan gedir, məni gəlin beyət eləyin, qəbul eləyin, oturdun o üstə, hamımız da mənə səlləmna deyin, təbəiyyət eləyin, sözümə baxın, mənim sözüm sizin sözünüzdən deyil, vəhy-i münzəldir. O söz ki deyirəm, gərək bir də mələkuti sözdəkin qulağızı açıb itaət eləyəsiniz. Və mənəm ki, təyin elərəm məmləkətin saxtarı, şəkli, tərkibi, idarəsi nə cürdür? Məmləkətin mənabeyi kimin cibinə töküləcək, necə gedəcək, necə xərclənəcək, siyasət necə olacaq, xaricə ilə rabitəmiz kim olacaq, kimə nökərlik eləyəcəm, kimə ağalıq eləyəcəm və sizlər rəiyyətsiniz, yəni sizin halınızı gərək mən riayət eləyəm. Rəiyyətin mənası budur. Sizin heç həqqiniz yoxdur. Sizin həqqiniz budur ki, məndən təbəiyyət eləyəsiniz. Vəzifəzdir. Mən sizi gəl riayət eləyəm. Siz mənim rəayamsınız. Mən adil şah olsam, sabiq ədalət tərifi buydu ki, hər kəs öz yerində olsun. Yəni, camiənin əşası əşada olsun, arası arada olsun, üstləri də üstdə olsun. Əflatuni tərif edalət buyurdu və adil şah ona deyərdilər ki, bu tərtibi gözətləsin, hər təbəqənin öz vəziyyətindən adamlarını riayət eləsin. Onların bir haqqı yoxdur. Xub, bir də ümmət vardı ki, eyni hal ki rəiyyətidir, malların da ümməti idi. Və hər nə bir malla ya bir sufi, böyük sufuların rəisi bir söz deyərdi. Bunlar gərək onu itaət eləyəydi. Bayezid deyir ki,
nispət mürid və murad misli nispət ölüdür, ölü yuğanın əlində. Yəni o murad gərək ölü təkin ölü yuğan əlində ola. Özündən heç iradəsi olmaya. Sufiləridə nisbət mürid və murad buyurdu. Mallara da çoxuna elə buyurdu. Anəcəfi İsfahani deyərdi ki, çox tohindir və adam dilinə gəlmiyor, amma onun qolundandır. Deyərdi ki, bir eşək mürid 40 dənə kəndə dəyər. Bəlayin ki, bundan o 40 dənə kənddən çox adam istifadə apara bilər. Müriddən mənzurları buydu. Çox məzərət istəyirəm ki, bu ləfza işə aparadım. Amma o üçün demişdi, deyirəm da görərlər ki, didi nə idi müridlərinə, öz müridlərinə. Xub, bu vəz qutulub, indi şəhvəndi, yəni vətəndaş ya şəhvəndi bərxud ista ki, mən orada demişəm ki, şəhriyar xod است. Şəhvəndi ki, şəhriyar xod است mütəvəllid olub. Öz şahıdır. Deyir, mən özüm öz şahımam. Heç kəsə itaət eləməyəcəm. Qanuna mütiyəm. Hansı qanuna? O qanuna ki, mənim nümayəndəm qoyur. Hüquqi bəşərlə mütabiqdir. Heç fərdə tabi deyirəm. Hammə əfrad mənim təkin o qanun müqabilində bərabərdirlər. Xazədirlər. Qəbulları gərək ola. Xub, bu İranda bir taza pədidədir. Bizim vətəndaş ya şəhvəndin adı vardır. Özü yoxudur. İndi özü mütəvəllid olub bu nəsli zedd ki görürük ki, də həqiqət yox nəsli zidd. Bələn ki, ziddi istibdad, ziddi diktatori, ziddi bu cür vilayət və bir dənə taza İran istir. Nəsli ziddidir. Ziddi dövrəy beyətdir. Bu dövrənin adını mən qoymuşam dövrəy beyət. Yəni məşrutədən indiyə dövrəy beyətdir. İndi biz gərək bir dənə taza çarçubə, taza paradigm intiqab eləyək. O köhnə çarçubəni, köhnə paradigmi qoyaq kənara, dövrəy intiqabdır. Şəhvəndin işi budur ki, öz iradəsini camiədə öz həmfikirləri ilə iştiraka qoya, qudrət tapar, be şəkli əhzab, be şəkli ərzi və xidmətiz təşəkkülهای mədəni sari və cari eləyə. Yəni, ictimanı bu gərək dolandıra. Bu gərək idarə eləyə. Dövlət bunun vəkilidir, nümayəndəqan-ı millət və dövlət bunun müstəxdimidir. Hüquq verir ki, buna işləyələr. Bunun ağası deyil, bunun karfərması deyil. Bu, xub bir taza pədidədir İranda. Düzdür ki, dünyada bu demokrasiyalar çoxumuş, İranda da eşitmişdilər. Amma heç vaxt ki, əməl olmayıb. O kimizin o tərəfindəydi, bir ərbab dəkin rəiyyəti ilə rəftar elər hələ də. Yəni, adam vaxtı bir idarəyə gedər, elə bir o ağadır, bu nökərdir ki, bu ki gəlib. Dəsə ki, budur ki, bunun maliyyatı onu döndərir, onu dolandırır. Bunun nəf pulu onu dolandırır. Amma o orada o cür oturub və o cür fərman verir ki, elə bir bu onun müstəxdimidir. Bu rabitə bərəks olar bir demokrasiyada. Vaxtı bir idarəyə gedirsən, səndən gəlib bir cür rəftar olar ki, elə bir nəfər gəlibdir ki, sənin xərcivi verir, ta sən dolanasan. Zindəcanlığı idarə eləyəsən və buna xidmət eləyəsən, servis verəsən. Bərayin ki, belə bir şeyə yetişək, bu şəhvən gərək təkmil ola. İndi İranda hələ bir iddə vardılar ki, rəiyyət qalıblar. Hələ istirlər birini o göyə qoyarlar, onu Allahlıq mərtəbəyə yetirərlər və ona təzim eləyərlər. Biz o mərasimdə gördük, onu ki, təzim elirdi, səcdə elirdi yerə. Elə onlardan vardı məmləkətdə. Düzdür ki, çox deyirlər və öz heymənələrini əldən veriblər. Amma vardılar. Gərək kömək eləyək o həmvətənlərə, fikriləri tənvir əfqar ola, roşən olarlar, görərlər özlərində o qüdrət vardır ki, özlərinin sərnivişdini təyin eləyərlər. Yavaş-yavaş özgəşərlər,
onların təqsiri yoxdur. Onlar da uşaqlıqdan bir sistemi camiə pəziri, bir sistemi sosializasyon varımızdır ki, uşağı bu əldən təhvil alıb xanavadədə, sonra məzhəbi mədarisdə, sonra ərzı və xidmətiz bazarda, bazar karda, sonra siyasətdə və hökumətdə ondan bir qulam-ı abd-ı əbid düzəldib. Bir müstəbid adam düzəldibdir və təhvil verib ictimaya. Onun öz təqsiri deyil. Bənabərin gərək kömək ola ki, indi ki internet gəlib, indi ki dünya mütərəqqidir, indi ki bir belə münəvvərülfikr və danışgahı adam İranda var, yavaş-yavaş bu həmvətənlərimiz də özgəşələr və bir roşən adam olarlar ki, bu məsaili qanala. İndi mənim bəhsim orada buyurdu ki, mənim söhbətim idame-i məntiqiyə həman işdir ki, bu xanımlar görüb. Həman tör ki, bu şəhvəndər mütəvəllid olub, öz hüququnu tanıyıb, gedib xanımlardan himayət eləyib, gözlərin verib və bu xanımları öz xastələrinə yetirib və bunlar xanımlar özləri də kuşiş eləyiblər, can veriblər, zindana gediblər, adam bilələrindən ölüb və bu məratibə yetişiblər. İndi bizim o təşkilat, hizbilər, sendikalar, ittihadiyyələr, o NGO'lar, nəhadهای مردم bünyat به قول معروف onlar da şəxsiyyət hüququdurlar. Eyni bunlar ki şəxsiyyət həqiqidirlər, onlar da şəxsiyyət hüququdurlar. Onları da gərək bavuzud ixtilafçı vardı bir-birinin arasında hamı rəsmiyyətə tanıya. Yəni qəbul eləyə ki, onlar bavuzud ixtilaf fikri baham varlardı, hamısının baham haqqı müsavisi var. Sərnəveşdi məmləkətdə bir cür şərikdirlər, tolerans ya təhəmmül, در عین حال اکسپتانس یا قبول eləmək budur ki, həm onları təhəmmül eləyəsən, həm qəbul eləyəsən ki, səndən hüquqi müsaviləri var. Vaxtı belə oldu da lazım olmaz bir növ üstə oturdasan. Bunlardırlar ki, həm söhbət eləyəcəklər, siyasəti ki, bir əmr umumidir aralarında söhbətlə bir növ kompromis ya bir növ təfahümə yetişəcəklər. Əsər bu təfahüm o qərardadır milli olar ki, içindən dövlət mütəvəllid olar, dövlət nümayəndə camiə mədəni o məmləkətdir. Nümayəndə qudret واقعی مردمdir. Dövlət nümayəndə şah deyil, nümayəndə şeyx deyil, olan əlinin altında deyil. O məclis ki var, məclis xalqın nümayəndəsidir. Müdafiə hüquq xalqdır. Nigəhban tac و taxt Əla Həzrətlər və şeyxlər deyil. Bunlar çox böyük fərqlərdir ki, bizim məmləkətdə gərək ola, ta bu məmləkət ola. Bu o söhbət idi ki, elirdim, zimdən deyirdim ki, xeyli xub, bu etnik İran ki, indi vardılar, gərək bu həm müttəhid olaraq və bəqiyyə cumhuri xalqlar da gərək təfavütlərin etnik İrandan qəbul eləyələr, etnik İran da təfavütlərin onlarla qəbul eləyə, bərhol müştərəkatir ki, vardı və çoxdur, ta məclis müəssən bu həmkarlıq eləyələr, ta məclis müəssəsində təklif nəhai təyin ola. Bu xülasə o söhbətlərdir ki, orada mən elədim və xoşbəxtانه çoxlu istiqbal oldu və ki, təzə mövzuatı çoxudur və o mövzuatdır ki, bugün xalqın dərdinə gələr. Odur ki, istiqbal oldu. Bəli, çox sağ olun ağa. Siz axı bir dənə proje yazmışdınız. O projəni dərhal bir iddə qəbul eləyib, ondan sonra onun üstündə bir dənə təşkilat qururdunuz. O təşkilat hara çatıb və hansı fəaliyyətlər eləyib və nə cür işləri qabağa aparır? Xahiş edirəm bunu da bir millətimizə aydınlaşdırasınız. Bəli, baxın, mən bir dənə در həqiqət 8 maddədə bir hətta əgəlli məvad müştərəki ki,
bər əsas o cumhurixahlar əhəm az federalist və qeyri-federalist با هم تفاهم eləyə bilər yazdım. Onun 6 maddəsi müştərəkdir ikisinin arasında. Misli bu ki, yekparçıcı İrana hamımız mütəqidik. İranda istirik bir federal məmləkət quraq. İstirik bir demokrasi در قالب cumhuri olsun. Parlamanımız olsun və nümayəndəmiz olsun. Hüquq-i bəşərə mütəqidik. حکومت قانونا معتقدیم انتخابات آزاد و منصفانه معتقدیم تکلیف نظام آینده سیاسini مجلس مؤسسان منتخب مردم تعیین eləyəcək və به دنبال buyuq ki təb'iz ki bu məmləkətdə nəhadinədir hər yerində به خصوص xanımlara nisbət, cavanlara nisbət müzdbicirlərə və kargərlərə nisbət, etnik İrana nisbət və züəfaya nisbət bu təbizlər gərək aradan gətir. Həmçinin LGBT-lərə nisbət bu təbizlər gərək aradan gətir. Hamısı insandır və hamısı gərək hüquqi müsavisi ola bir məmləkətdə bahəm şeylərə. Bunlar müştərəkatdır və həmçinin fəaliyyət در راه mühit zist və توسعه payda. Bunları cumhurixahların hamısı qəbulü var. İki yerdə bir təfavütlərdir ki, bəhslə rəf olmaz. 45 ildir bəhs olub və əslən rəvişi milliyyət-های İran və rəvişi quruh müqabil buydu ki, daim ba həm münazirə eləyələr və istəyərlər bir-birini qane eləyərlər ki, sən gələt deyirsən. Heç yerə yetişməyib. Bir nəfər onlardan bu ələ dönməyib, bir nəfər də bunlardan o ələ dönməyib. Federalist istəyən federalistdir, o da ki federalismi qəbulü yoxdur, deyir federalist İran dərdinə gəlməz. İndi hər dəlilə, hərəsi bir dəlil gətirir. Xub, vaxtı vəz belədir, bizim bir belə iştirakatımız var, bir dənə bu ixtilafımız var. Qəbul eləyək ki, iki qrup vardı İranda. Ki ikisi də demokrasistdir və əsası bu usul. Müntəha məmləkətin idarəsinin hərəsi bir cüzdür. Bu ikisi desinlər ki, məclis-i müəssəsanı ayəndədə ki, ikimizin də nümayəndəmiz olacaq. Hər nə orada təsvib oldu az tərəfi nümayəndəqanı məclis, biz deyəcək, səmən və taətə qəbul eləyəcək. Və o cür nizamda yaşayacaq. İndi bir-birimizi rəsmiyyətlə tanırıq. Federalistin qəbulü var ki, qeyri-federalist cumhurixah var. Cumhurixah qeyri-federalın da qəbulü olacaqdır ki, federalist cumhurixah var. Və ikisinin hüquqi müsavisi var. Həmçinin آموزش زبان مادری و آموزش به زبان مادری ki فراتر də hətta cumhurixahlardan. Yəni bəqiyyə də bunu istirlər. خب برید به آموزش زبان مادری در کنار زبان فارسی istəyir. برید də əlavə bər o ki, onu istəyir. Deyir, آموزش به زبان مادری də. Bu da 45 ildir. Bəhs olur, 45 il ki mübaliğədir, bir 20 ildir bəhs olur, bir yerə yetişmir. Buna da biz qəbul eləyək ki, iki qrupuq. Bir qrup belə deyir, bir qrup da elə deyir. Bunu da məclis müəssisəsində nümayəndələrimiz həll eləyəcək. Pəs gələk bir dənə alternativ cumhurixahı düzəldək, bəl əsası o müştərəkat. Xub, xoşbəxtana bunu ki, mən ərz elədim, bundan istiqbal oldu. Mənim stratejim bu oldu ki, əvvəl milliyyət-های İrandan bir yerə yetişək. Elə ki, bir yerə yetişdik, gedək faslarda onlarla ki, qəbulları var, federalismi, onları cəzb eləyək. Ondan sonra gedək sərasəri nirularda, onların sonra ki, federalismi qəbulları yoxdur, ədəmi təmərküzü qəbulları var. İndi o mərhələdə yox ki, əvvəl milliyyət-های İranı yığdıq bir yerə çoxunu, bir neçə qrup gəlmədi, dedi ki, biz hələ etimadımız faslara yoxdur, biz də onlara ba kəmal xoşbəxtli və xoşbərxurdi dedik ki, heç maneyi yoxdur, vaxtınızı qoyun, hər vaxt qanı oldunuz, cinə xoş gəlmişsiniz
və ümidvarıq ki, gələlər. Bilmirik, ha vaxt gələcəklər, amma qapı açıqdır və onlar da gələ bilər. Və bəqiyyə qəbul elədi. Bəd az o getdik, neçə dana quruh sərasərini getdik ki, federalistdirlər və indi gəliblər, həmkarlıq edirlər. İndi 2 dana quruh kar düzəltmişik. Biri təbliğatdır, biri irtibatat müvəqqət. Ki, zimni bu ki, bəqiyyə quruhları federalisti gətiririk. Məsələn, Hizb-i Çəp be ünvanı nazir gəlib, Komələ be ünvanı nazir gəlib, hələ baxırlar, görərlər ki, taza gəliblər. Nə deyirik, ayqanı oldular, gələrlər. Bunlardan sonra gedəcəyik, dumbalı olar ki, hükümət qeyri-mütəmərkiz istir, amma cumhuri xalqdır. Bəd az inki be əndazə kafi bu qruplar yığışıldı, biz ona böyük seminar qoyacağıq. O böyük seminarda səy eləyəcəyik ki, hamı qruphay ictimaidən, daxil xaricdən mötəbər adamları dəvət eləyək. Bir dənə alternativ qurmağa. İnşallah bunlar hamısı yaxçı qabalıqsə, bir dənə şurayı həmahəngi alternativ cumhuri xahan, sekular və demokrat İran qoyacağıq ki, əhəmmidir 2 fraksiyondan. Bir fraksiyonu federalistlər və bir fraksiyonu qeyri-federalistlər. Və bu təşkilat ki, şurayı həmahəngi 30-40 nəfərdən o 400-500 nəfər arasından intiqab elədi. Sonra bir simətlər misli Dəbiri Kul, Suxanqu, məsul rəvabit beynəlmiləl, xəzanədar, məsul irtibatat təyin elər və bunlar bu təşkilatı apararlar da Cumhuri İslami ilə mübarizə eləsinlər və در غیاب Cumhuri İslami bir Cumhuri hökumətini dövrə müvəqqətdə eləyə bilsin, məmləkətin idarəsi müvəqqət ələ alsın və idalətlə sonra bir məclis-i xibləqan qursun ki, əlbəttə məclis-i xibləqanda əlavə Cumhuri xalqlar bəqiyyə icraişlər də hamısı olacaq və orada rəy verəcəklər. Müntəha bizim fikrimiz budur ki, Cumhuri xalqlar əksəriyyətdir və Cumhuri xalqların içində də etnik İran əksəriyyətdir və inşallah biz Cumhuri Federal və surət qanuni İranda təsvib və təyid olar. Ağa, bir dənə sual vardı ki, hətta o müxaliflər ki, təqribən müxalif ki, yox, bəlkə müntəqidlər bunu mətrəh eləyirlər ki, biz federalizm özü tamamiyyət ərzidən ibarətdir. Nə üçün tamamiyyət ərzi dubara təkid olunur? Baxın, hər kar siyasıda, hər əməl siyasıda meydan əməl gərək tərif ola. Biz harada federalizmi istiyoruz? İranda. Hansı İranda? O İranda ki, hudud coğrafiyası müəyyəndir və iqtidar qanuni o hududda olacaq. Əvvəl bir işi ki, hər hökuməti görər, ya hər alternativi görər, deyər ki, mən soverenity, ya tamamiyyət ərzi, ya yekparçagi millini bəra inki hakimiyyətimi orada emal eləyəm, təzmin edirəm. İqtidarım var. Bu əgər tərif olmasa, o siyasətdə bir şey azdır. Bir zaman bunlar elə o məsələdir ki, bunların zehnində vardır ki, tərəfi müqabili qane eləyələ ki, qələtdir. Bunların öz sözüdür, tərəfi müqabil bunu demir. Biz tərəfi müqabilin sözünə bunu demirik. Biz deyirik, əgər biz istəsiq bir alternativ olaq, gərək deyək, harada alternativ olaq? Hudud iqtidar qanunumuz haracandır? Bunu tərif eləməsək, mənası yoxdur əmr siyasının. Əmr siyasi o vaxt məna tapar ki, deyə mən haracan imtidadım olacaq, harada iqtidarımı emal eləyə biləcəm və buna gərək hamı mötəqid ola. O ki, bir ayağın qoyur bu ələ, bir ayağın o ələ, o şəhvənd ələ mütəvəllid olmayıb.
o məlum deyil hara vətəndaşıdır. O gərək özünü tərif eləyə. O gərək tərif eləyə, mən haranın vətəndaşıyam, harada federalizm istəyirəm. Federalizm düzdür ki İrandadır. Amma hududu, iqtidarı, qanuni gərək tərif ola. Və bunun üstündə siz heç yerdə görməzsiniz, heç məmləkətdə görməzsiniz ki, vaxtı istirlər haləti təsisidədirlər. Bir müğalitə olur, deyirlər məgər ayrı yerlərdə yazılıb, orada mərhələ-i təsisi geçib, biz mərhələ-i təsisli yox. Yəni bir şey vücuda gətirək. Bəli, bəd az önce təsis oldu da dəqiqədə deməyəcək heç parça qiymətli. Məlumdur bu. Amma biz indi bir mərhələ-i təsisli yox. Cavabı mənim nəzərimə budur. Coğrafyayı İran müşəxəs və tərif şudə bir coğrafyadır da. Dubara bunu tərif eləməklə lüzum var. Nə xeyr, bizim əqləb əmsərlərdən ixtilaf mərzimiz var. Əslən o cür deyil. Bizim və məsələ o deyil. Məsələ budur ki, bu coğrafyayı müşəxəsi, bu bazı kunan siyasi ki gəliblər, aya rəsmiyyətlə qəbulları vardır ki, bu sovereignity, bu hududunkudur ya yox. Əgər rəsmiyyətlə Qəbul qəbulları var... eləməsəydilər gəlib qoşulmazdılar da onlar. Bəli. Əgər qəbul eləməsəydilər qoşulmazdılar o təşkilata. Onlar ki qoşulub olan ki etirazı buna yoxdur. Bu etirazı olan elin ki qoşulmayıb. Onlar ki qoşulubdu, imzalayıbdı. Onlar ki bu peymanı imzalayıblar, bu misağı, bu təfahümnaməni imzalayıblar, heç birinin bir işgalı yoxdur bu məsələ ilə. Özləri pişnahad eləyibdir ki, tamamiyyət ərzini eləyin, yekparçagi sərzəmini. Demiş çox çəş. Heç fərq eləməz. Bu onun farsısıdır. Deyiblər ki, ona həssasiyyət var. Demiş çox çəş. Mənada bir fərq eləməz. Onlar bu iradı tutub ki, gəlməyib. Deyir o, əgər sizin gəlməmazın dəlili budur, xeyli xob, gəlin onu bir şihlidə yazaq ki, siz də gələ biləsiniz. Amma siz fəqət onu demişsiniz ki, siz 6 dana, 7 dana ayrı iradda tutursunuz əlavə bər o. Əgər fəqət budur, gəlin onu bir cür formula eləyin ki, gələ biləsiniz. Özünüz pişnahad eləyin necə? Mənzur budur. Bunu bərabərdə eləyin, hər nə cür eləsiniz, biz qəbul edək. Mənzur budur ki, siz deyəsiniz, biz sovereignity ayəndəni, bu alternativ təmin eləyəcək, əmniyyəti orada به şekli demokratik belgeler eləyəcək və hükümət qanun orada icra olacaq. Bunu hər formundan siz deyirsiniz, bizim qəbulumuzdur. Deyin o cür yazaq. Hər halda indi bu təşkilat nə qədər çəkər ki, öz yerin tapa. Çünki həqiqətən biz görürük ki, İranda vəziyyət bir qədri həssaslaşır ki, zərurətən bir təşkilatın ortada olmağı qayıb nəzərə gəlir. Bəli, mən də bu dostların hamısına deyirəm ki, bu məsələ çəkim Sultan Məhəmməd Fatih topu gətirmişdi, qoymuşdu İstanbulun eşiyində. Bizans'ı mühasirə eləmişdi. Kilisay Konstantinopol içində keşişlər bəhs edirdilər. Bəhsləri buyurdu ki, neçə milyon firiştə bir dana iğnənin ucunda yığışa bilər ki, həm təzahümü olmasın, bir-birinə müzahim olmasın. Axı firiştələri deyərdilər ki, cismi deyil, amma vücudu var. Adına mənədir huri gəlya qoymuşlar adın. Ki, indi deyirik eter. Eter ki deyirik, ərəbidə huri gəlya, latində eter idi. Eter bir maddə idi ki, vücudu vardı, amma həcmi yoxdur. Firiştələr, onlar dedilər eterdəndir, ya huri gəlyadandır. Deyirdilər bu firiştələr ki, huri gəlyadandır, neçə milyonu bəhsləri buyurmuş. Neçə milyonu bir iğnə ucunda
yığışa bilər ki, bir-birinə müzahim olmasın. Sultan Mehmed Fatih'in topu vurdu, oranın səqfini başlarına yıxdı və onlar o zaman ayıldı ki, Sultan Mehmed kilisanın qapısındaydı, oranı məscidə döndərirdi. İndi bizim bir iddə opozisyon da o haldadır. Yəni o keşişlər də ki, Hurigelyadan danışırlar. Firiştələrin Bernoki Suzən içtimaın danışırlar. Bu ki aya yekparsəgi İran olsun ya olmasın. Vəxamət oza nəzərlərində əhəmmiyyəti dərəcə dosu var ta bu bəhsayı zir-i səxfi və nəzəri. Mən onlara deyirəm, xahəran, bərədəran, əzizanımət, موقعیت وخیمی düşünün. Düşünün nə vəziyyətdir, yox, bu xurda hesablardan geçin. Gəlin bir böyük iş istirik görək. Bu böyük işdə bir kiçik güzəştilər lazımdır. Gəlin o kiçik güzəştləri eləyin, əl-ələ verək və bu işi bir-birimizin himmətimizlə nəticəyə yetirək. Çox sağ ol. Hər hal tək o deyil ki, onlar ki qəbul eləmirlər heç. Mövcudiyyət bu təşkilat qabağa getmək, ondan sonra bir alternativ kimi özün ortaya qoymağa zərurət qabağa gəlir. O səhiyyidir, biz də o yolda işləyirik. Xub İran opozisyonunda, məxsən Cumhuri xallarda bir təşəkkül yaratmaq rahat deyil. Mən indi bir dana müsahibə eləmişəm, yollaram sizə, inşallah onu da gələn dəfə bəhs elərik və o budur ki, Cumhuri xalanın işkalatı bərəyin ki, bir dana bir yerə yığışalar nədir? Orada əmiq bəhs eləmişəm ki, nədir? Xub Cumhuri xalarda çox çətinlikdir bərəyin ki, o başda bir şahları yoxdur ki, istibdad emal eləsin, bir-birinin dövrəsinə yığışsınlar. Bir demokratik təşkilatdır və bir məmləkətdə ki, nə demokrasinin sabiqəsi var, nə cumhurunun, nə federalismin. Yəni, heç birini bunlar ki, ona əlləşir, özləri də tanımır. Fəqət kitabda oxuyublar. İmkanı əməli oxumuş bilələyənə ki. Dər nəticə təcrübələri yoxdur. Bunları bir yerə yığışdırmaq və bir dana təşkilat qurmaq xub rahat işləyir. Amma inşallah bu işi eləmək olacaq. Bərəyin ki, xub roşən adam, təcrübəli adam və bir adamlar ki, hamı zindəcanlıqların bu yolda qoyublar, az deyirlər və ümidvarım ki, kömək eləsinlər və bir yerə yetir. Ay şəriət mədarı, bu son sualım bundan ibarətdir ki, bir dənə camiyi ki, istibdad zədədir və istibdad həmişə əlin qoyubdur millətin ağzına və orada əslən məfhum demokrasi aradan gedibdir və mərdum istibdad pəzir bara gəlibdilər. Belə bir camiədə demokrasi qurmağın siz bilirsiniz ki, nə qədər çətinliyi vardır. Bax, burada necə... O düzdür, o səhiyyidir, amma hamı bu demokrasiləri ki, görürsünüz, bir gün bu vəziyyətdə edilə olublar demokrasi. Yəni, demokrasilər sonra vücuda gəlib. Hamısı davamı istibdadcədə idi, hamısı pis vəziyyətdə idi və hamısı birdən bir keyfi təğyir tapıb. Niyə biz eləyənməyək? Məgər biz ayrı bir məxluqatıq. Məgər biz elə həman fikrinlə, həman istedadla, həman şuurla yaralmamışıq. İddiamız ki, bəqiyyədən çox vaxtdır. Əməldə də gərək bu iddianı görsədək da. Məgər bəqiyyə, məgər Amerika ki, indi görürsünüz, iki quruh orada vardı. Biri piyurtənlər, yəni o məsihilər ki, Hizbullahidirlər və İngilisin şahı, onların səxt dinlik piyurtən, yəni xuluskira, yəni bir adamlar ki, iman-ı xalis darısındaydılar. Eyni bizim Hizbullahilər. Onları təbid eləmişdi Amerikaya. Bir iddə olardı, bir iddə də oğrudan, başkəsəndən, quldurdan ki, gəlmişdi Qızıl Tapa. Cuyəndəqanı gənc idilər.
bu böyük demokrasini onlar düzəldi. Avustraliya mərkəzi təbidi cinayətkaran mələkə İngilisidir. Hər kəsi də unsur namətlub bilirdi. Məsələn 10-15 dənə adam öldürmüşdü. Şeydə üçün orada çox bəd ab-hava idi və zindecanlıq çətin idi. Təbid edildi Avustraliya. Onlar həm bu demokrasini yaradıblar. Ərzı bir xidmətiz eyni bu gəziyə Kanadada bu demokrasılar bu cür vücuda gəliblər. Belə deyildi ki, bir iddə kitab oxuyub, danışqaha gedib, demokrat olub, sonra demokrasi qurub. Niyə biz eləyənməyək? Biz ki, məşrutədən indiyə hətta gəl, adı budur ki, demokrasiya çalışırıq. Niyə eləyənməyək? Biz görürük ki, cami İranda nə cür deyim, fəsad mali, fəsad əxlaqi, ondan sonra həmfuruşi, ondan sonra hər o bezehhay ictimai nə qədər desən o camiədə bu hakimiyyət yaradıbdır. O cür amma hamı bu yerlər ki deyirəm, o zamanki dəyişiliblər, elə dəsti kəmi az İranı imruz yoxlar imiş. Yəni fəsad və ədəm karایی və məzəllət axirət yetişdi, xalq bu fikrə düşər ki, gərək bu vəzi dəyişək. İndi İran o vəzdədir ki, hamı bu fikrət ki, da belə olmaz, bunu gərək dəyişək. Bu bizim sərmayadır. Bu ki, hamı ayılıbdır ki, da belə olmaz, bunu gərək dəyişək, bundan böyük sərmaya məmləkətdə olanmaz. Və bizim həqiqət o tərəfi ki, yoxdur. Xavərmiyanədə bir belə ustad danışqah, bir belə mütəfəkkir, bir belə adam ki, IT-də işlir, hansı məmləkətdə var? Pəs siz fikirləşirsiniz ki, o sağtar düzəlmək həmiyyət daşıyır da. O O sağtar. saxtada biz pişnadımız budur ki, gərək beyətdən əvvəl başda budur, təbdil ola intixabat azada, xalqın nümayəndələri çox asan o saxtar da bir taza saxtar deyil ki, dünyada nümunəsi çoxdur. O saxtarlardan ilham alıb İranda da düzəldərlər. Yəni bir mühüm müşkilimiz yoxdur. Müşkil o başdadır ki, istəmir bu saxtar düzələ. Siz o başı düzəldin, hamısı düzələ. Çox sağ olun, çox vaqiiyyətdir bu, tam sizin sözünüzə qatılıram. Amma be hər hal bunlar suallardır ki, camiəmizin zehnində vardır, camiəmizdə Haqqı var camiənin, bu suallar da mühüm suallardır və mən də o cavablar ki verirəm, səy edirəm ki, oracan ki mümkündür, o şeylərə ki özüm mötəqidəm cavab verəm, mümkündür mənlə muvafiq ya müxalif ola, bu bəhs elərik və bir nəticəyə qabili qəbula yetişərik. Çox məmnun. Çox sağ olasınız. Əgər sualı, sözünüz, zadınız varsa buyurun. Nə xeyr, mənim də ərzim yoxdur. Çox məmnun bu fürsətdən. Çox sağ olun ağa, gəldiniz, təşrif gətirdiniz, gözəl nöqtələrə işarə elədiniz. Çox-çox minnətdaram. Çox-çox sizə təşəkkür edirəm ki, hər həftə zəhmət çəkib gəlib və burada vaxt qoyursunuz. Sizə çox məmnunam və əziz hörmətli izləyənlərdən də çox təşəkkür edirəm. Xahiş edirəm fikrinizi, düşüncələrinizi bizə yazın. Ya eləyə bilərsiniz, hətta müstəqimən mən telefonumu deyirəm 001 619 631 97 23. Bu telefonla, WhatsApp-la mənlə əlaqə saxlayıb və müstəqimən fikirlərinizi mənə deyə bilərsiniz. Və kommentlərdə də eləyə bilərsiniz, öz fikirlərinizi yazıb və bizə öz təkliflərinizi deyəsiniz. Sağ olun, sağ qalın. Gələn görüşlərə qədər Allah'a əmanət. Sağ olun ağa Şəriət Mədarı. Xahiş edirəm. Çox məmnun. Xuda. Xuda.